Salam, hər vaxtınız xeyir olsun. Bugün Sudoqurda yaşayanlar və sürünənlər sinfinin testlərinə baxacağıq. 36-cı suala qədər baxmışdıq. Davam edək 37-dən. Hansı yoğunlaşmaların meydana çıxması ilk Sudoqurda yaşayanların balıqlardan əmələ gəlməsini təmin etdi? Daxili mayalanmanın, Sudoqurda yaşayanlarda daxili mayalanma yoxdur, xarici mayalanmadır. Cüt üzgəclərin 5 barmaqlı ətrafa çevrilməsi, quruda yumurta qoyma, quruda yumurta qoymur, suda yumurta qoyur. Cüt üzgəclərin ətrafları çevrilməsi olar. Dəri tənəffüsünün itirilməsi yazıb, itirilmək vaxtdan dəri tənəffüsü. Həm dəri tənəffüsü var qurbağada, həm də acizər tənəffüsü var. Acizər tənəffüsünün olar. Daxili mayalanmanın, daxili mayalanma deyil, xarici mayalanmadır. Y bəndi. Cüt üzgəclərin barmaqlı ətrafa çevrilməsi olar. Acizər tənəffüsü olar. İki qan dövranının əmələ gəlməsi olar. Bunlar ilk Sudoqurda yaşayanların balıqlardan əmələ gəlməsini təmin edən əlamətlərdir. 38. Qurbağa və zolaqlı kərtənkələ üçün oxşar deyildir. Aynı olduqları tip, ikisi də xordallar tipinə aiddir. Oxşardır ikisi üçün də. Ürəyinin quruluşu oxşar olmayacaq. Düzdür, ikisində 3 kameralı ürəyi var, 2 qan dövranı var. Amma qurbağanın ürəyinin mədəciyində arakəsmə yoxdur. Orada qan tam qarışır. Zolaqlı kərtənkələdə isə yarımçıq arakəsmə var. Ona görə qan qismən qarışır. Buna görə deyə bilmərik ki, ürəyinin quruluşu oxşardır. B bəndi oxşar deyil. 39. İlanda gözün quruluşunun hansı xüsusiyyəti onu kərtənkələdən fərqləndirir? Burada ağlımıza gələn cavab göz qapaqlarının qovuşması və şəffaflaşmasıdır. Çünki ilanda göz qapaqları bitişikdir və şəffaf pərdə əmələ gətirir. Ona görə ilan göz qapağını hərəkət elətdirə bilmir, qırpa bilmir. Çünki göz qapaqları qovuşmuş vəziyyətdədir. Amma kərtənkələnin göz qapağı hərəkətlidir. B bəndi ilanı kərtənkələdən fərqləndirəcək. 40. Zəhərli ilanlar zəhərsiz ilanlardan nəyə görə fərqlənirlər? Haçalı dilinin olmasına və döş qəfəsinin olmamasına görə. Yəni döş qəfəsi ikisində də var. Haçalı dil ikisində də ola bilər. Fərqlənmir buna görə. Zəhər dişlərinin və haçalı dilinin olmasına görə burada bizdən soruşur zəhərli ilanı zəhərsizdən fərqləndirsin. Haçalı dil, zəhər dişləri ola bilər. Amma haçalı dil ikisində də var axı. Bu fərqlənməyəcək. Çənə zəllərinin yaxşı inkişaf etməsinə və şikarını bütöv udmasına görə. Hər iki ilanda, həm zəhərli, həm zəhərsizdə çənə zəlləri yaxşı inkişaf edir və bunlar şikarını bütöv udurlar. Zəhər vəzlərinin zəhər dişlərinin olmasına görə, bəli, zəhərli ilanlarda zəhər vəzsi də olur, zəhər dişi də olur. Buna görə fərqlənə bilərlər. 41. Hansı müddəa səhvdir? Çömçəquyruq ilk öncə xarici qəlsəmələrlə tənəffüs edir. Düzdür. Çömçəquyruq ilk öncə daxili qəlsəmə ilə tənəffüs edir. Bu yanlış olacaq. Çömçəquyruqda ilk dəfə əmələ gəlir xarici qəlsəmə, sonra daxili qəlsəmə. Sonra ətraflar inkişaf edəcək. Arxa ətraflar, sonra ön ətraflar. 42. Hansı əlamətinə görə çömçəquyruq balığı təkrar edir? Baxaq görək, həm çömçəquyruqda, həm balıqda oxşar olan, eyni olan əlamətləri seçməliyik. Qəlsəmələrin olması buna görə ola bilər. Qəlsəmə qapağına görə yox. Çömçəquyruğun qəlsəmə qapağı yoxdur. Yan xətt orqanına görə təkrar edir. 1-3 2 kameralı ürək. 2 qan dövranı yox. Çünki çömçəquyruqda da, balıqda da bir qan dövranıdır. Quyruq üzgəcinin olması olar. Barmaqlı ətrafların olması bu artıq olmaz. 1, 3, 4, 6 doğru cavab A bəndi olacaq. 43. Sürünənlərin hansı qrup əzələləri quyruqsuz Sudoqurda yaşayanlarda yoxdur? Baxın, sürünənlərdə barmaq var, Sudoqurda yaşayanlarda da. Arxa ətraf, mədə, alt sinə ikisində də var. Amma qabırğa arası əzələlər, qurbağada qabırğalar yaxşı inkişaf etməyib. Ona görə quyruqsuz Sudoqurda yaşayanlarda qabırğa arası əzələ yoxdur. Amma sürünənlərdə var.
44. Nə üçün suda quruda yaşayanların beyni digər orqan və toxumalardan fərqli olaraq oksigenlə daha çox təmin olunur? Bu sualın bir cavabı var. Ağlımıza gələn tək cavab beyni arterial qan gedir olacaq. Çünki suda quruda yaşayanların ürəyində bilirsiniz 3 növ qan olur. Arterial, venoz və qarışıq qan. Onlardan qarışıq qan bütün bədənə gedir. Venoz qan ağciyərlərə gedir. Arterial qan isə beyinə gedir. Ona görə beyin daha çox oksigenlə təmin olunur. 45. Göl qurbağasının ontogenezi zamanı onun ürəyində qarışıq qanın venoz qandan sonra əmələ gəldiyini söyləmək olarmı? Deməli, qarışığın venozdan sonra əmələ gəldiyini söyləmək olar. Çünki bunun ontogenezində əvvəlcə bu göl qurbağası sürfə mərhələsində, çömçəquyruq mərhələsində olur. Bu zaman balığın xüsusiyyətlərini təkrar edir. Balıq kimi ürəyi 2 kameralı olur, bir qan dövranı olur. Balıq kimi ürəyində yalnız venoz qan olur. Daha sonra yetişkin fərdə çevrildikdən sonra ürək olur 3 kameralı, orada olur 3 növ qan. Çünki qarışıq venoz qan, arterial qan bir-birinə qarışır, sonra qarışıq qan əmələ gəlir. Olmazları çıxırıq. Onlar çünki postembrional inkişaf dövrünün əvvəlində yalnız arterial qan olur. Yalnız arterial yox, çömçəquyruq mərhələsində dedim ki, yalnız venoz qan olur. D bəndə doğru olacaq. 46. Göl qurbağasının ontogenezi zamanı ürəyində qarışıq qanın arterial qandan sonra əmələ gəldiyini söyləmək olarmı? Yenə arterial da qarışıqdan əvvəl əmələ gəlir. Qarışıq arterialdan sonra əmələ gəlib. Olar. Çünki postembrional inkişaf dövrünün əvvəlində ürəyində yalnız arterial qan çıxır. Yox, venoz qan çıxır. Çünki balıq kimi ürəyində təkcə venoz qan olur. Olar çünki qarışıq qan ürək 3 kameralı olduqdan sonra əmələ gəlir. Doğru cavab olacaq. Çünki 3 kameralı olduqdan sonra orada olacaq həm arterial qan, həm venoz qan və bunların qarışımı qarışıq qan olmuş olacaq. 47. Göl qurbağasının normal ontogenezi zamanı bud sümüyünün bazı sümüyündən əvvəl əmələ gəldiyini söyləmək olarmı? Əvvəlcə bunlarda formalaşır arxa ətraflar, sonra ön ətraflar. Yəni əvvəlcə bud formalaşır, arxa ətraf. Sonra bazı sümüyü formalaşır, ön ətraf. Ona görə bud sümüyünün bazı sümüyündən əvvəl əmələ gəldiyini söyləmək olar. Olmazları çıxaq. Olar çünki embrional inkişaf dövründə bud yox, artıq bu embrional sözünə görə bu səhv olacaq. Postembrional olmalıdır. Olar çünki onun əvvəl arxa, sonra ön ətraflar əmələ gəlir. Doğru cavab olacaq D bəndi. 48. Kərtənkələdə cəmi neçə döş sümüyü qurşaq skeletinə aid olar? Döş sümüyü qurşaq skeletinə aid olan təkcə ağlımıza gəlir suda quruda yaşayanlar sinifinin nümayəndələri. Çünki onlarda döş sümüyü aiddir çiyin qurşağına, ön ətrafın qurşağına. Çayxanasında yoxdur döş sümüyü. Zolaqlı kərtənkələdə döş sümüyü gövdə skeletinə aiddir. 5 Qafqaz xaçlıcasında döş sümüyü qurşaq skeletinə aid olacaq. Doğru cavab 48-də Y bəndi. 49. Burada da döş sümüyü gövdə skeletinə aiddir. Yenə nərədə yoxdur döş sümüyü. Göl qurbağasında döş sümüyü aiddir çiyin qurşağına. Amma 2 timsahda döş sümüyü sürünənlər sinifinə aiddir bu. Döş sümüyü gövdə skeletinə aid olacaq. A bəndi. 50. Hansı onurğalı heyvan bir qan dövranına malikdir? Bir qan dövranı ağlımıza gəlir balıqlar sinifi. 2 kameralı ürəyi var, bir qan dövranı var. Dəri vəzləri olmayan, dəri vəzləri var. Ürək boşluğunda ancaq venoz qan gələn dedik ki, bunun ürəyində yalnız və yalnız venoz qan olur. Doğru cavab B olacaq. 51. Hansı onurğalı heyvan 2 qan dövranına malikdir? Deməli, 2 qan dövranı hansılarda var? Suda quruda yaşayanlarda var, sürünənlərdə var, quşlarda var, məməlilərdə var. Qarın ortası ilə venoz qan axan bu balıqdır. Ürəyində ancaq bir qulaqcıq olan yox. Ürək boşluğuna həm venoz, həm də arterial qan gələn bu artıq doğru cavab
olacaq C bəndi. 52. Sxemə əsasən bunların cəmini hesablayın. Yetişkin göl qurbağasında döş sümüyü bir ədəddir. Üzmə pərdələrinin sayı 8-dir. Arxa ətraflarda barmaqların arasında olur. 4-ü bu tərəfdə, 4-ü tərəfdə 8. Gövdə fəqərələrinin sayı göl qurbağasında 7. Ürək kamerası 3 kameralıdır. Cəmi edəcək 10, 18, 19. Doğru cavab C bəndi 52-də. 53. Şəkildə X ilə işarə olunmuş sümük hansıdır? Burada X bu döş sümüyüdür. Bu sümük nəyə aiddir soruşur. Qurbağada döş sümüyü çiyin qurşağına aiddir. Doğru cavab D bəndi. 54. Əgər timsahın ürəyinin mədəcində yarımçıq ara kəsmə olsaydı, onda bilirsiniz, timsahın ürəyi 4 kameralıdır. Mədəcində tam ara kəsmə var. Ona görə ürəkdə qan qarışmır, amma bədəndə qan qarışır. Ona görə soyuqqanlı heyvandır. İndi deyir ki, əgər mədəcində tam yox, yarımçıq ara kəsmə olsa, qan neyniyəcəkdir? Deməli, ürəkdə qarışardı. Doğru cavab A bəndi. 55. Göl qurbağasının skeletində qeyd olunan sümüklər haqqında yanlış mülahizələri müəyyən edin. Burada X-la göstərilən quyruq sümüyüdür. Y saitdir. Z döş sümüyü. T də bura ümumi arxa pəncə sümükləridir. X sümüyü canlı quyruqlar dəstəsinə aid olduğunu göstərir. X quyruq sümüyüdür, amma qurbağa quyruqsuzlar dəstəsinə aiddir. Deməli, bir səhvdir. Bizdən yanlış istəyir. T sümüklərin borulu sümüklər olub qamış və incik adlanır. Bax, qamış incik, bax, bura buddur, arxa ətrafda. Buddur, bura baldırdır. Buddur, bura baldırdır. Amma bu T ilə göstərilən bu təmiz bu hissə arxa pəncə sümükləridir. Bud, baldır orada deyil. 2 də səhvdir. Y sümüyü yuxarı ətrafın sərbəst hissəsinə aiddir. Yuxarı ətrafın sərbəstinə aiddir. Düz. Z sümüyü gövdə skeletinə aid deyil, döş sümüyü bunlarda gövdə skeletinə aid deyil, düz deyir, hara aiddir, çiyin qurşağına aiddir. 1 ilə 2 yanlış variant olacaq, Y bəndi. 56. Suda qurda yaşayanlara aid olmayan mülahizə müəyyən edin. Fərdi inkişafının müəyyən dövrünü mütləq suda keçirdir. Doğru, aid olmayanı istəyir. 2. Çünki bu çömçə quyruq mərhələsində axı qəlsəmə ilə tənəffüs edir. Bu suda yaşamalıdır da. 2. Eşitmə orqanında xarici qulaq əmələ gəlib. Xarici qulağı yoxdur. Orta və daxili qulağı var. Aid olmayan deyirsə elə 2. Çiyin qurşağında 6 sümük var. Bunların çiyin qurşağında 2 kürək, 2 körpcük, 2 qarğa, bir dənə də döş sümüyü var. 3 aid olmayacaq. 7 etdi çünki. Yetişkin fərdləri 3 kameralı ürəyə sahibdir. Doğru. Boyun fəqərəsi cüt deyil axı. Tək boyun fəqərəsi var. 56-da 2, 3 və 5 olacaq. 57. Göl qurbağasına aid doğru fikirləri müəyyən edin. Postembrional inkişaf dövrünün əvvəlində ürəyindən çıxan və ürəyinə qayıdan qan növü eyni olur. Çünki balıqlar kimi bunlarda da çömçə quyruq mərhələsində ürəyindən çıxan da venozdur, ürəyinə qayıdan da venoz qandır. Doğru. Postembrional inkişaf dövrünün əvvəlində yalnız atmosferlə mi tənəffüs edir? Bu qəlsəmə ilə tənəffüs edir. Suda həll olmuş oksigenlə. Yanlışdır. Yönəldici cisimciyində və yumurta hüceyrəsində fərqli cinsiyyət xromosomu olur. Bu yanlışdır. Çünki XX bunların dişi fərdi. Bundan əmələ gələn yumurta hüceyrədə X olacaq. 3 dənə yönəlici cisimciy əmələ gəlir. Onlar da X olacaq. Burada nə deyir? Fərqli cinsiyyət xromosomaları deyir. Səhv deyir, çünki hamısı X olur. Deməli, bu səhvdir. Borulu sümükləri postembrional inkişaf dövründə əmələ gəlir. Doğrudur. 57-də 1 və 4 olacaq. 58. Hər iki canlıya aid olmayan termin və ifadələri seçin. Körpücük sümüyü ikisinə də aiddir. 2 qan dövranı, 3 kameralı ürəkləri, 2 dənə qan dövranı var. Orta qulaq, ikisində də həm daxili, həm orta qulaq var. 4 kameralı ürək, hər ikisinə aiddir. Bu
3 kameralı, ikisi də 3 kameralıdır, heç birinə aid deyil. Döş tili quşlardadır. Döş tili bunların heç birində yoxdur. Diafraqmada yalnız məməlilərdə olur. Bunlarda yoxdur. 2, 4, 6 doğru cavab olacaq. 59. Verilmiş canlılar üçün ümumi olmayan termin və ya ifadələri seçin. Ümumi olmasan, döş sümüyü, yəni ikisində də var. 5 barmaqlı arxa ətraf. Arxa ətraflar ikisində də 5 barmaqlı, birinci ikisində də var. Dolayı inkişaf sürünənlərdə düzünə inkişafdır axı. Deməli, ümumi olmadı. Döş qəfəsi kərtənkələdə var, amma qurbağada yoxdur. Buynuz pulcuqlar. Qurbağanın dərisinin üzərində buynuz pulcuq olsa, bu tənəffüs eləyə bilməzdi dərisi ilə. Gərək dərisi nəm olsun ki, tənəffüs eləyə bilsin. Buynuz pulcuqlar yalnız sürünənə aid olacaq. 59-da 2, 4, 6. 60. Kərtənkələdə oogenez və mayalama prosesləri müvafiq olaraq hansı orqanlarda baş verir? Şəkildə göstərilir 1 ilə böyrəklər. 2 sidik-yaxarı, 3 kloaka, 4 yumurta borusu, 5 də yumurtalıqdır. İndi müvafiq olaraq hansı orqanlarda baş verir? Oogenez baş verəcək yumurtalıqda, 5-də. Mayalanma isə baş verəcək yumurta borusunda, 4-də. Yəni, arxada burada cavabı sadəcə 4 yazılıb, 5, 4 yazılmayıb. Yəqin ki, səhv yazıblar cavabı. Çünki həm də sualda deyir, bunları müvafiq olaraq hansı orqanda baş verir? Sualın özündə də onu nəzərdə tutur ki, yəni 2 orqanda baş verir. Oogenez hansında, mayalanma hansında baş verir? Cavab burada olacaq 5 və 4. 61. Xanı balığı və göl qurbağasının qan dövranları üçün ümumi xüsusiyyətlər. Qanın ürəkdən arteriya damarı ilə çıxması. Hər ikisində qan ürəkdən arteriya damarı ilə çıxacaq. 1. Qanın tənəffüs orqanlarında vena damarı ilə bilavasitə ürəyə qayıtması göl qurbağasına aid olacaq. Çünki göl qurbağasında tənəffüs orqanına gedir, aciyərə. Sonra vena damarı ilə də gəlir, ürəyə qayıdır. Amma xana balığında tənəffüs orqanından, qəlsəmədən çıxır, bədənə paylanır, sonra ürəyə qayıdır. Venoz qanı vena damarı ilə ürəyə qayıtması. İkisində də venoz qan, vena damarı ilə ürəyə qayıdır. Qanın tənəffüs orqanından arteriya damarına keçməsi bu aid olacaq balığa. Çünki qəlsəmədən gedir bel arteriyasına, bədənə paylanır. Bu da aid olacaq yalnız balığa. 62. Göl qurbağasının fərdi inkişafı zamanı hansıların sayı artıb, sonradan dəyişməz qalır? Böyrəklərin sayı artmır. Qan dövranı əvvəlcə olur 1 qan dövranı, sonra 2 qan dövranı olur. Artır, sonra dəyişməz qalır amma. Ürəkdəki mədəciklər dəyişmir, amma ürəkdəki qulaqcıqlar əvvəlcə olur 1 qulaqcıq 1 mədəcik, sonra olur 2 qulaqcıq 1 mədəcik. 63. Göl qurbağasının fərdi inkişafı zamanı hansıların sayı dəyişməz qalır, yəni artmır. Bir böyrəklər artmır, bir də mədəciklərin sayı artmır. Doğru cavab olacaq 63-də 1, 3. 64. Açar sözlərdən istifadə edərək mətni ardıcıllıqla tamamlayın. Qurbağanın, yəni qarğa, körpücük hansı qurşağındadır? Çiyin qurşağı, döş sümüyü 2, 2 qarğa, 2 kürək 5 və 2 körpücük sümüklərindən təşkil olunub. 4, 2 və 5. 65. A və B sümükləri ilə bağlı səhv fikirləri seçin. A ön ətraf qurşağıdır. Bizdən deməli səhvi istəyir. A cüt kürək sümüyü ola bilər. Ön ətraf qurşağındadırmı cüt kürək sümüyü? Ön ətrafın qurşağındadır. Pilus. B çanaq sümüyüdür. Arxa tərəfin sərbəst hissəsi deyir, sərbəstdə deyil. Çanaq sümüyü qurşaqdadır. A döş sümüyü ola bilməz. Döş sümüyü ola bilməzmi? Ön ətrafın qurşağında daxı səhvdir. A bazu sümüyü ola bilməz. Bazu sümüyü ön ətrafın sərbəstindədir. Ola bilməz deyir, düz deyir. B pəncə sümüyü ola bilər. Arxa tərəfin sərbəstindədir, düzdür. B pəncə lüləsi quşlardadır, bunlarda yoxdur. Bu da səhvdir. Bizdən səhvi istəyir deyə olacaq 2, 3 və 6.
Baxın, əgər işarələməyə çalışsam səhv düz, gah səhvi götürəcəydim, gah düzü. Ən rahatı, doğru forması budur. Plus, minus yazmaq, ondan sonra səhvi istəyirsə minusu, düzü istəyirsə plusları seçmək. 66. A və B sümükləri ilə bağlı səhv fikirləri seçin. Ön ətrafın sərbəst hissəsi. A cüt kürək sümüyü ola bilər. Səhvdir. Niyə? Çünki kürək sümüyü çiyin qurşağındadır, sərbəstdə deyil. B qarğa sümüyü ola bilər. Qarğa sümüyü arxa ətrafın sərbəst hissəsindədirmi? Xeyr, səhv. A döş sümüyü ola bilməz. Döş sümüyü ön ətrafın qurşağındadır. Bilməz deyir, amma düz deyir. A bazu sümüyü ola bilər. Bazu ön ətrafın sərbəstindədir. Düzdür. B pəncə sümüyü ola bilməz. Bilər. Səhvdir. Pəncərəsi ola bilər. Səhvdir. Pəncərəsi quşlarda olur. Bizdən səhvi istəyir. Səhv olacaq 1, 2, 5 və 6. 67. Sxemə əsasən cədvəldə verilmiş x, y və z-in düzgün ardıcıllığını yetkin fərd üçün müəyyən edin. Deməli, x döş qəfəsi. X-a çıxaq yazıb. Deməli, qurbağaya aid olmayan xüsusiyyət olmalıdır x. Amma y-lə z aid olan olmalıdır. Döş qəfəsi qurbağada yoxdur. 3 kameralı ürəyi var. Göz qapaqları var. Deməli, bir aid olacaq. Xarici qulağı yoxdur. Daxili ilə orta qulağı var. Kloakası var. Döş sümüyü var. 2 də düzdür. Caynaqlı barmağı yoxdur. Qabırğa arası zələsi yoxdur. Y də çıxaq oldu. Amma Y plus olmalıdır. 2 qan dövranı var. Bu Y-ə görə 3 səhv oldu. Boyun fəqərəsi var. Baxın, boyun fəqərəsi plus oldu, amma x çıxaq olmalıydı. 4 də ona görə yanlış cavab olacaq. 67-də cavab 1 və 2. 68. Şəkilə əsasən ətrafların skeletinə aid olmayan sümükləri müəyyən edin. Şəkildə 1 ilə göstərilib quyruq sümüyü. Ətraf skeletinə aid olmasın. Quyruq aid deyil ətrafa. 2 ilə onarğa sütunu göstərilib. Ətrafda deyil. Bu da kəllə sümüyüdür. Bu da ətrafa aid deyil. Kürək sümüyü ətrafdadır. 5 döş sümüyü də ətrafdadır. 6 çanaq sümüyü də ətrafdadır. Ətrafın sümüyünə aiddir. 66-da aid olmayan 1, 2 və 3 olacaq. 68-də daha doğrusu. 69. Cədvələ əsasən x-i müəyyən edin. Barmaqların sayı 90-dır. Fərd sayı n-dir. Üzmə pərdələrinin sayı x-dir. İndi barmaqların sayı 90-dırsa, bir dənə qurbağada neçə barmaq olur? Arxalı ətraflarda 10, ön ətraflarda 8. 18. Yaxşı yazmadım. 90-ı 18-ə böləndə edəcək 5. Düzdürmü? Deməli, 5 dənə fərd var. 5 dənə qurbağa var ki, onların ümumi barmaqlarının sayı 90 eləyib. Üzmə pərdələrinin sayı, üzmə pərdəsi də 8 ədəd olur. Arxa ətrafda barmaqların arasında. Deməli, mən 5-i vurmalıyam 8-ə. Taparam ki, bunlarda 40 dənə üzmə pərdəsi var. 70. Şəkilə əsasən A və B tənəffüs orqanına malik canlılar haqqındakı düzgün ifadələri müəyyən edin. Şəkildə tritonun və qurbağanın acəri göstərilmişdir. Bu səhv eləmirəmsə 9-cu ya 10-cu sinif dərsliyində verilib bu şəkillər. Bu tritonun, bu da qurbağanın acəridir. Bel hissəsində dəri tənəffüsünü artıran daraqlar inkişaf eləyə bilər tritonda. Ağacda daraqlı tritonda inkişaf edir. Ağacda yaşayan nümayəndələrində barmaqların ucu sormaca çevrilib. Ağac qurbağalarında ağaca dırmaşmaq üçün barmaqların ucu sormaca çevrilib. Quyruqsuzlar dəstəsinə aiddir qurbağa. Salamandrla eyni dəstədədir triton. 1, 4, 2 və 3. 71. Yoğunluğu müəyyən edin. Onurğa sütunu gövdə və quyruq şöbələrinə bölünür xanı balığında. Yetkin fərddə dəri və acərdən, həm dəri, həm acərlə tənəffüs edən göl qurbağası. Yetkin fərddə qan tənəffüs orqanlarında təmizləndikdən sonra bilavasitə digər bədən orqanlarına aparılır. Deməli, tənəffüs orqanında təmizlənir, sonra gedir bədənə. Bu aid olacaq balığa.
Döş qəfəsi var. Kərtənkələnin döş qəfəsi var. Ön ətraf qurşağı cüt kürək, cüt gör, cüt qarğı və bir də döş sümüyü varsa aid olacaq qurbağaya. 1-ə A, C, 2-yə B, Y, 3-ə də D. Testlərin sonuna gəldik. Əgər başa düşmədiyiniz sualınız varsa da şərhlərdə yaza bilərsiniz. Abunə olub like atmağı da unutmayın. Sağ olun.